Əvvəla hər birinizi burada xoş gördük. Yəni sizin kimi dəyərli insanları burada görmək həqiqətən sevindiricidir. Onu qeyd edeyim ki, aranızdakı fermerlər bəlkə bir-birinizi üzdən tanıyırsınız, eləsi olur, tanımır. Amma mən demək olar ki, 99%-ni burada tanıyıram. Çox dəyərli fermerlərimiz, Azərbaycan bağçılığında böyük addım atmış yoldaşlar buradadır. Ona görə də biz xüsusi reklam, statusda paylaşım falan eləmədik. Sırf özümüzün fermerlərini bura dəvət elədik, Xaçmaz Bağçılıq qrupundakı fermerləri. Və hər birinizi burada xoş gördük əvvəla. İlk öncə bu yığışma səbəbimiz odur ki, biz hər ildə bir dəfə, ilin sonunda Xaçmaz Bağçılıq olaraq, ümumi fermerlər olaraq 2025-ci ilində hansı addımlar atdıq, nə işlər gördük, nələri düz elədik, hansı addımları səhv atdıq, hamını burada mütaliə edib öz yoldaşlarımızla danışıqlar aparırıq. İlk öncə onu deyim ki, Xaçmaz Bağçılıq üçün də böyük addımlardan biri oldu ki, artıq Xaçmaz Bağçılıq rəsmiləşməyə getdi, bir şirkət kimi, MMC kimi fəaliyyət göstərməyə başladı və ofisimiz də bura Xaçmazda açıldı. Bunu qeydinizə çatdırım. Və fəaliyyət növlərindən biri də əsasən insanlara, belə deyim, mediada düzgün məlumatların bölüşdürülməsi oldu. Bizim ən böyük uğurlarımızdan biri də onu qeyd eləyərəm ki, o olar ki, bizimlə eyni fikirdə olmayan insanlarla da heç vaxt əlaqəni kəsək, yox. Amma yenə də danışıqlar aparılırdı. Mən bunu düşünürəm ki, buna görə düzgün deyil, buna görə düzgün deyil. Buna görə çox gözəl nəticələr aldıq. Xaçmaz Bağçılıq olaraq rəsmiləşmədən əlavə bizdə ting satışı, bu fəaliyyət var. Sonra yeni bağların başdan ayağa qurulması, A-dan Z-yə bütün məlumatların verilməsi, konsultasiyaların aparılması, elmi işlərlə bağlı çox böyük işlər görüldü. Onun barədə də Rasim müəllim sizə ətraflı məlumat verəcək. Yəni Rasim müəllimi də aramızda qatılandan sonra çox böyük bir işimizə təkanı oldu. Ona da öz təşəkkürümüzü bildiririk buradan. Sonra ölkəyə müasir sistemlərin qurulması, məsəl üçün sulama sistemli avadanlıqların müasir sistemlərinin qurulması, tel sistemlərinin qurulması, tor sistemlərinin qurulması, bunlar barədə danışacağıq. Bunların sistemlərini quran yoldaşları dəvət elədik və bunları da artıq ölkəyə ixrac olunması filan bu işləri də görürük. Elmi məsələlərlə bağlı layihələr barədə bir-bir məlumat verəcək. Sadiq bəy öz layihəsindən danışacaq, tel sistemlərin qurulması başqa yoldaşlar danışacaq.